Bir pasiyentin həyat hekayəsi. Ailəliyəm. Həyat yoldaşımı çox istəyirəm. Bir çox çətinliklərdən keçmişik. Bəzən mənə qarşı kobud, diqqətsiz davrana bilir. Evladımız var. O yaxşı bir valideyndir. Amma ona qarşı heç bir həyəcan hissim yoxdur. Cinsi münasibətimiz yox dərəcəsindədir. Ona xəyanət edirəm. Xəyanət etdiyim insan da ailəlidir. Xəyanət etdiyim insana qarşı heç bir güvən hissim yoxdur. Amma ona qarşı bir həyəcan hiss edirəm və bu hissi ilk dəfə də onunla yaşayıram. Ona aşiq olmuşam. Həyat yoldaşıma qarşı isə inamım və güvənim çoxdur. Bilirəm bu doğru deyil. Uzun müddətdir bu vəziyyət davam edir. Heç cür bu vəziyyətin öhdəsindən gələ bilmirəm. Nə etməliyəm? Mənə kömək edin. Həyatda bəzi insanlar var ki, onlar həm münasibətin içində güvən, həm də çox həyəcan istəyirlər. Amma bu bəzən çox çətin ola bilir. Biz daha çox mərhəmliyimiz, güvənimiz artdıqca o ilk həyəcan itməyə başlayır. O zaman belə insanlar bu həyəcanı kənarda axtarmağa, qeyri-sağlam olan münasibətlər qurmağa başlayırlar. Amma onu da unutmamalıyıq ki, bu cür münasibətlərdə hər zaman itirən üçüncü tərəf olur. Çünki insan heç vaxt güvəndiyi, aid olduğu yerdən əl çəkmir, nə qədər aşiq olsa da. Ona görə də düzgün seçim etmək lazımdır. Çünki dediyimiz kimi hər zaman itirən üçüncü tərəf, seçim etməyən tərəf olur. Çünki insan heç vaxt güvəndə olduğu yerdən əl çəkmir.